izləyir. Ona görə mən buradan artıq cavab verə bilmirəm. Mədəni olacağım. Qabağı belə xət-xət deyib, baş düşəmirəm, qəribə olur. Qarnın çıxıb. Mənim qarnım axı sinəmin altındadır, burada. Qarnımız buradadır. Axı, heç qarnım görsənmir, aşağı hissədədir. Qarn hələ ki görsənmir. Bura mədəcikdir. Siz anatomiya yaxşı öyrənməmişsiniz deyəsin. Orqanlarınızın yerini yaxşı bilin, birdən nəsə olar. Yoksa bu deniz çar yüzüne geçer. Nuri Güzgüvün karşısını gösterebilirsiniz Ahmet. Yok. Burada iksirler var ya. İksir. İliksir. İliksir de iksir de. O ya ne güneş o ya. Yoksa Yo, mənim hər zaman evim səliqəlidir. Bilənlər bilir. Hər dəfə canlıda da görürsünüz. O sənə də özünlə mənə səhv salma. Yoxdur. Dünən mama gilə gəlib. Dünən mama mənə aş yedizdirib. Ona görə dünənin biraz əlamətləri ola bilər. Amma mən çox da fitəm. O mehrabalar yuyulanına... Danqıbaş, mən hamısının eyni sıra... Onların özlərinin eyni yerləri var. Dünən bunların ikisini təzə atmışam. Yəni, gəlmiş nəsə demək istəyirdi. Özü bu dəsmal burada olmur heç yox. Bu tərəfdə olur. Mehrabaların yerini. Yenə at çapma, darıxıram ya orayı üçün, bilmirəm, qəribə bir hissdir. Müəllimim çox yaxşıdır. Gözaltı kapatıcı vurma. Deyirəm də yuxuluyam mı? Ata allergiyam yoxdur. Oranın heç nəyinə. Uşaqlar, mənim getdiyim atçılıqda o belə qəribə atların iyi gəlir. O cür şey yoxdur. At iyi yoxdur, elə iyi yoxdur. Normal, çox az. O da ata məxsus olan bir qoxudur. Yəni, mən başqa yerləri görmüşəm də, orada elə bir tövlə kimi iyilənirlər. Bizim bina atçılıqda elə deyil. Çox yaxşıdır. Fendi, necəsən? Bir də oradakı atlar çox gözəl atlar deyə bilirsiniz. Çox gözəldirlər. Gözəl atlardır. Ora təmiz yerdir. Ora çox yaxşı baxırlar. Necə? Səliqəsiz deyil, törtüküntü deyil, nə bilim. Kakaşka deyil. Yaxşı baxarlar atlara. Həm də şey də qəşəngdir, kollektiv də qəşəngdir.
Nora heç kiməsə aşıq olub. Ay belə atlardan danışırıq. Nə deyir? Nə hədiyyə başa düşmədim. Əliyev. Salam. Mənim bir dənə tanışım var. O deyir ki, özü at sürəndir də, amma burada yaşamır. Qızdır. Deyir ki, mənə qız atı çapmada, qız atları biraz şey olur. Necə deyim, izah edəməm. Nəsə deyim mənə. Əgər sən qızsansa, oğlan atı sürməlisən. Elə gəlib bir gün müəllimimdən soruşacağam. Deyir, onda daha rahat görəcəksən ki, necə sür. Deyir, qız atlarını biraz sürmək çətin olur. Görün gözünü. Oraya ne yiyirsən? Ay mama! Oraya! Bu ne sen insan baz? Sen elbirci yaşarat. Ay aman! Bu ne istəyim məndən? Yaxşı ki, böyük pul değildi. Ay Allah, buna bax, manatı yedi. Oraya 7 manatı. Əvvəl qəşəng, indi yox. İndi sıranı sənə vermişəm. Deyim, biraz sən gözəl ol. Yaxşı ki, xırt gördüm, hiss elədim. Xırt pırt nəzə cırır, yiyir orada. Harada mundar şeylər var, ancaq o yiyir. Yaxşı böyük pul yox idi. Ay bala, kökəlməmişəm, maşallah, mən nə rahat bıraxın da başınıza dönürəm. Narahat olmayın, mən kök zat deyiləm, başa dönüm. Mən ümumiyyətlə arıq olmaq kimi bir planım yoxdur, canım mənim, kök deyiləm. Prosta siz indi oradan elə görürsünüz. Mən kök deyiləm, canım. Kameram, bucaqdan baxanda elə görsən, amma belə gedirəm. Çəkin də məndən. Vəbşə kökəm. Elə belə... Bunlar mənə daşıyır. Mən sevmirəm arıq qız. Baxaram Instagrama. Köynəyim elədir. Köynəyimdən elə görsən. Köynək belə qəribə köynəyindir. Tarımdar köynəkdir. Oya ne güneş oyan. Yoxsa bu. Uşaqlar, deməli mən marafon, arıqlama marafon.